Hətta bu gün məsələn Etrusklar İtaliyanın şimalında, Yunanistanla İtaliya arasında eramızdan əvvəl 8-ci əsrdən yaşamağa başlayıblar. Hələ Yunan-Roma mədəniyyəti meydana çıxmamışdan qabaq Etruskların mədəniyyəti olubdur. Etruskların bizim dövrümüzə yazıları qalır. Onları mən də oxuya bilirəm. Yəni bu Latın qrafikasındadılar. Məsələn, bir fleşkanın, yəni bir parçanın üzərində bir yazısı var. Yazıda belə də yazılıb. Bu axşam ova çıxalım. Bu hansı dildədir? Təbii ki, türk dilindədir. Akan üçə hücum aparsın axşam. Yəni axşam hücuma keçə bilər. Bu aydın şəkildə Etruskların bu gün onlar özlərini Laskalar adlandırırlar. Bu gün təbii ki, Lazlar Trabzon ətrafında yaşayan xalqlara deyirlər. Trabzon, Sinop bu ərazidə yaşayırlar. Qaradənizin cənub-şərq sahillərində, Türkiyədə və o Etruskların da məhz türk dilli, proto-türk tayfalarından olması məsələsi tədqiqatçılar arasında mübahisəlidir. Tədqiqatçılar hansı məsələyə ki deyirlər ki, o Avropa tədqiqatçıları, bunların kökü bəlli deyil, bilmirik hardan gəliblər. Bunlar hansı dil qrupuna mənsubdurlar? Onlar bilin ki, mütləq proto-türklərdirlər. Çünki açıq deyəmirlər başqasıdır. Tapılan tədqiqatlar onu sübut edir ki, başqa xalqlara mənsub deyirlər və türkü də deməyə dilləri gəlmir, çəkinirlər. Tarixçilər, lingvistlər, dilçilər belə qənaətə gəlirdilər ki, dünyada ən qədim yazı nümunələri Finikiyalılara, Minoylara, Misirlilərə mənsubdur. Yəni bu xalqlar bu sahədə iki qrupa bölünürdülər. Əlifbası olan və əlifbası olmayan. Azərbaycan xalqını da, türklərini də salmışlar əlifbası olmayanlar sırasına. Lakin tədqiqatçı, filoloq Əjdər Fərzəli Cəmiqaya Qobustan əlifbası adlı bir neçə kitab yazdı bunların və o Qobustanda olan qayaüstü təsvirləri, bütün Sakit okeandan baş Atlantik okeanına qədər olan məsafədə olan o qayaüstü təsvirlərin hamısı sanki bir rəssamın əlindən çıxıbdır. Bir-birlərinə o qədər bənzəyirlər və o ərazidə yaşayan qədim türklərin mədəniyyəti ilə bağlı onları o yazıların, şəkillərin bir qisminin yazı olduğunu qənaətinə gəldi və Qobustanda, Cəmiqayada olan qayaüstü təsvirlərdə 400-ə yaxın söz oxudu. O sözlərin hamısı proto-Azərbaycan dilində, tanrıçılıq dilində yazılıbdır. O bunları xüsusi qeyd elədi. Burada onu qəbul eləməyənlər də çox oldu. Lakin inanın ki, bu faktlar bizim qonşularımızın əlində olsaydılar, bütün dünyaya car çəkmişdilər ki, bizim bax hələ 10-12 min il bundan əvvəl Azərbaycan xalqı o saydığımız xalqlara əlifba dərsi keçib. Biz bunu ortalığa çıxara bilmirik. Yəni, bəzi alimlərimizin bu sahədə olan qısqanclığı ucbatından bu qədim Azərbaycan əlifbasını meydana çıxara bilmirik. Murad Acı, məşhur türkoloq, bu Rusiyada yaşayıb, o gəldi və mən onunla da görüşdüm. Onunla birlikdə Cəmiqayıya getdik, sonra Qobustanda olduq.